Salam, 12-ci kimya dərsinə başlayırıq. Mövzumuz belədir. Qarışıqlar, qarışıqların kimyəvi birləşmədən fərqi. Əvvəlcə qarışıqlar haqqında ümumi məlumat verək. 2 və daha çox maddədən ibarət sistemlərə qarışıqlar deyilir. Qarışıq anlayışını başa düşmək üçün əvvəlcə saf maddə anlayışını xatırlayaq, hansı ki biz saf maddə anlayışını təbiət dərslərində keçmişdik. Saf maddə odur ki, misal üçün saf su. Saf suyun tərkibində ancaq H2O molekulları var. Yəni sudan başqa heç nə yoxdur. Amma qarışığın tərkibində isə 2 və daha çox maddə, misal üçün su ilə bərabər tutaq ki duz da var. Bu halda olur qarışıq. Digər deyişlə tək bir maddədən ibarətdirsə olur saf. 2 və ya daha çox, yəni 3 maddə də ola bilər, 4 maddə də ola bilər, 10 maddə də ola bilər. Amma minimum 2 maddə olmalıdır. 2 və daha çox maddədən ibarət sistemlərə isə qarışıqlar demək olar. Qarışıqlar həm bəsit maddələrdən, həm də mürəkkəb maddələrdən ibarət ola bilər. Müasir anlayışla, yəni yeni dərsliklərdə artıq bəsit maddələri element, mürəkkəb maddələri isə birləşmə kimi adlandırırlar. Və o halda biz belə götürə bilərik. Yəni element də qarışıq əmələ gətirə bilər və yaxud da ki birləşmə ilə də qarışıq maddə əmələ gələ bilər və yaxud da ki elementlə birləşmə qarışıq maddəsi əmələ gətirmək mümkündür. Misal üçün element olaraq götürə bilər hidrogen qazı. Element olaraq götürə bilər xlor qazı. Hidrogen və xlor qazı bir yerdə olacaq element-element qarışığı. Birləşmə olaraq misal üçün su birləşmədir, kimyəvi birləşmədir və misal üçün şəkər və yaxud da ki duz kimyəvi birləşmədir. Hər ikisi kimyəvi birləşmədir, yəni mürəkkəb maddədir. Bunlardan ibarət qarışıq da hazırlamaq mümkündür. Və yaxud da ki element birləşmə qarışığı. Misal üçün su ilə onun tərkibində məsəl üçün həll olsun oksigen qazı. Bu elementdir, bu da birləşmədir. Bunlardan ibarət də qarışıq hazırlamaq mümkündür. Qarışıqlar özlərdə 2 yerə bölünür. Buna Azərbaycanca eyni cinsli, müxtəlif cinsli, ümumilikdə isə kimyəvi dildə homogen, heterogen deyirik. Homogen, heterogen. Homogen eyni cinsli qarışıqlardır. Homo eyni deməkdir. Heterogen isə müxtəlif cinsli qarışıqlardır. Heteros müxtəlif deməkdir. Bəs bunların fərqi nədir? Əgər qarışığın tərkibindəki maddələri gözlə və ya adi mikroskopla fərqləndirə biliriksə, bu olur hidrogen, bilmiriksə bu olur heterogen. Daha doğrusu ayırt edə biliriksə heterogen, ayırt edə bilmiriksə homogen. İndi bunu biz bu tərifi loru dilinə çevirək. Yəni 2 dənə stəkan götürək. Tutaq ki 2 stəkandır. Bunun içərisində də su var. Bunlardan birinə duz, birinə qum tökək. Misal üçün birinci stəkana duz tökək. Bu zaman duz sanki yoxa çıxır, yəni həll olur. Və biz uzaqdan gözümüzlə və ya adi mikroskopla baxanda bu suyun içərisində duz molekullarını görə bilmirik, ayırt edə bilmirik. O halda olur homogen. Bir daha onda tərifi təkrarlayaq. Əgər qarışığın tərkibindəki maddələri gözlə və ya adi mikroskopla fərqləndirə bilmiriksə, onda olur homogen. Digər misala keçək. Misal üçün bu dəfə qum götürək. Qumu bir stəkan suyun içərisinə qatsaq, nə qədər qarışdırırsa qarışdıraq, qum suda həll olmayacaq. Yenə də onun içərisində qum dənəcikləri görünmüş olacaq. Bu halda bu tərifi təkrarlayaq. Əgər qarışığın tərkibindəki maddələri gözlə və ya adi mikroskopla fərqləndirə biliriksə, bu halda həmin o qarışıq heterogen adlanır. Heterogen qarışıqlar da suda, yəni mayedə həll olmasına görə özü də 2 yerə bölünür. Bunlara adlar verilmişdir. Emulsiya və suspenziya. Suspenziya bu dediyimiz qum su misalı, misal üçün suspenziyaya aiddir. Əgər bərk maddə ilə suyun qarışığıdırsa, onda olur suspenziya. Misal üçün qum bərkdir, su mayedir. Onda olur suspenziya. Və yaxud da ki gil su, təbaşir su, bunlar hamısı suspenziyalardır. Yəni əsas şərt burada odur ki, bərk halda olmalıdır və həll olmayan olmalıdır, yəni heterogen olmalıdır. Bəs emulsiya nədir? Əgər maye qarışığıdırsa emulsiya. Misal üçün yağ, yəni söhbət bitki yağına gedir, bitki yağı ilə su qarışığı və yaxud da ki neftlə su qarışığı, benzin su qarışığı və s. bu siyahını uzatmaq olar. Bu zaman yağ suda həll olmayacaq və 2 təbəqə şəklində yağ üstə çıxacaq, çünki yüngüldür, su isə aşağıda toplanacaq.
və yaxud da neft su qarışığında da neft həll olmayacaq, iki fərqli təbəqə əmələ gətirəcək. Bu zaman emulsiya əmələ gəlir. Deməli, emulsiyanın da əsas şərti nədir? Həll olan, daha doğrusu qarışığı təşkil edən maddə maye halında olsun və heterogen olsun, yəni müxtəlif cinsli olsun. Həm emulsiya, həm də suspenziya heterogenin bir növüdür. İndi isə biz keçək birləşmə ilə, yəni kimyəvi birləşmə ilə qarışıqların fərqini izah edək. Biz bundan əvvəlki dərslərimizdə kimyəvi birləşmə haqqında keçmişdik, indi də qarışığı keçmişik. Hər ikisində də müxtəlif və ya eyni elementlər iştirak eləmə ehtimalı var. Daha doğrusu birləşmədə müxtəlif elementlər, qarışıqda isə eyni elementlər də ola bilər. Yaxşı, bəs bunların fərqi nədir? Qarışıqları fiziki üsullarla ayırmaq mümkündür, birləşmələr isə yox. Biz həmin üsulları gələcəkdə keçəcəyik, məsələn, buxarlandırmadır və s. Misal üçün, iki maddə götürək. Kimyəvi birləşmə H2O-dur, yəni su. Bu kimyəvi birləşmədir. Bir də götürək qarışıq olaraq, misal üçün, hidrogen qazı ilə oksigen qazının qarışığı. Görürsünüz, bənzəyir. İkisində də hidrogen, oksigen var. Bunda da, suda da hidrogen, oksigen var. Burada da hidrogen, oksigen var. Amma burada birləşib, olub kimyəvi birləşmə. Buraya kimyəvi birləşmə qısacası. Burada isə birləşməyib, sadəcə qazın ikisini bir-birinə qarışdırıblar. Bunda da olur qarışıq. Yaxşı, bəs bunlar arasında əsas fərq dedik, fiziki üsullarla ayırma. Bunun mənası nədir? Fiziki üsullarla, yəni misal üçün qaynatmaqla, buxarlandırmaqla, dondurmaqla, nə bilim, müxtəlif süzməklə və s. Fiziki üsulla, maqnitlə təsir eləmədir. Bütün bunlar hamısı fiziki üsullardır. Bunlar gələcəkdə keçəcəyik. Fiziki üsullarla qarışıqları ayırmaq mümkündür, amma kimyəvi birləşmələri yox. Misal üçün, hidrogen və oksigen qazları qarışığın biz əvvəlcə soyutsaq, bunlar mayeləşəcək. Ümumiyyətlə, istənilən maddəni, istənilən aqreqat al, bərki də, mayesi də, qazı da var. Sadəcə hidrogen, oksigen adi şəraitdə qaz haldadır. Amma onu kifayət qədər mənfi temperatura dondursa, məsələn, -250 dərəcə tutaq ki, onda onlardan bir qismi, yəni hansı ki, yuxarı temperatur, hər birinin ərimə qaynama temperaturu fərqli-fərqlidir. Onda biri əvvəl birini buxarlandırıb, sonra digərini buxarlandırmaq olar. Buna da bir növ distillə kimi yanaşmaq mümkündür. Məsələn, havanı da distillə edirlər, havanı mayeləşdirirlər. Əvvəl birinci buxarlananı ayırırlar, sonra ikinci buxarlananı və bu şəkildə azot, oksigen və s. bir-birindən ayırmaq mümkün olur. Deməli, fiziki üsullarla hidrogen, oksigen, qaz qarışıqlarını bir-birindən ayırmaq, iki fərqli elementə, yəni saf şəklə salmaq mümkündür. Amma həmin o fiziki üsullarla suyu parçalamaq mümkün deyil. Suyu parçalamaq üçün, yəni H2O-nu parçalamaq üçün gərək kimyəvi üsullardan istifadə edəsən. Əslində, bu da qismən müəyyən şərtləri var, amma bu orta məktəb səviyyəsində vacib deyil. Qısacası, fiziki üsullarla ancaq qarışıqlar ayrılır. Söhbət burada gedir. İndi gələcəkdə keçəcək müxtəlif üsullar var. Məsələn, buxarlandırma, kristallaşdırma, xromatoqrafiya və s. bunları keçdikcə siz biləcəksiniz. Keçək ikinci fərqə. Tərkib nisbəti məsələsi. Misal üçün, suyun formulasını təkrar yazaq H2O. Heç vaxt bu H3O, nə bilim, H2O5, nə bilim, H2O3, bu şəkildə ola bilməz. Bunun konkret tərkib nisbəti var. H2O şəklində olmalıdır. Yəni, həmişə 2 element, 2 atom hidrogen, 1 atom oksigen birləşməlidir. Bu, sabit tərkibdir. 2-nin 1-ə nisbəti. Amma qarışıqda isə sabit nisbət vacib deyil. Misal üçün, hidrogen qazı ilə oksigen qazı 2-nin 1-ə nisbətində də götürə bilərsiniz. 1-in 3-ə nisbətində də, nə bilim, 3-ün 5-ə nisbətində, nə bilim, 2-nin 7-yə nisbətində istədiyiniz qədər bir-birinə qarışdıra bilərsiniz. Bu, sanki bir növ bir stəkana neçə qaşıq, məsəl üçün, şəkər qatmağa bənzəyir. Ürəyi istəyən qədər qata bilirsiniz. Yəni, qarışığın tərkibindəki maddələrin nisbəti, tərkib nisbəti sabit deyil. Amma kimyəvi birləşmələrdə isə sabitdir. Yəni, misal üçün, suda həmişə 2-nin 1-i olmalıdır. 3-ün 1-i ola bilməz. Yəni, 3 hidrogen, 1 oksigen birləşib su əmələ gətirənməz. Amma 3 hidrogen, 1 oksigen birləşib yenə qarışıq əmələ gətirə bilər. 5 hidrogen, 1 oksigen birləşib yenə qarışıq və yaxud da 5 hidrogen, 7 oksigen daha doğrusu yəni qarışdırılıb yenə qarışıq əmələ gətirə bilər. Bu digər fərqi. Və ən son fərq də xassələrini itirmə ilə bağlıdır. Yəni, qarışığı təşkil edən maddələr xassələrini itirir, amma kimyəvi birləşmələrdə isə, daha doğrusu kimyəvi birləşmələrdə xassələrini itirir, amma qarışıqda isə xassələrini itirmir. Xassələr eyni qalır.
Bunu necə izah edə bilərik? Misal üçün, tutaq ki, dəmir elementi və kükürt elementini götürək. Və bunlar arasında reaksiya aparaq, olsun dəmir sulfid. Yəni, belə deyək, bu olsun kimyəvi birləşmə, bu da adi qarışıq. Qarışığı plusla göstəririk. Yenə bir daha deyirəm, dəmirlə kükürdü bir mexaniki qarışdıraq bir-birinə, olsun qarışıq. Bir də dəmirlə kükürdü reaksiya aparaq, olsun dəmir sulfid, yəni kimyəvi birləşmə. Bu artıq birləşmədir. İndi biz xassələri saxlayıb saxlamamağına baxaq. Normalda bilirik ki, saf halda dəmir maqnit tərəfindən cəzb olunacaq. Yəni, maqnit, dəmirdir, kobaltdır, nikeldir, bu ferromaqnit xassəli maddələri cəzb edir. Biz əgər maqniti indi iki halda da yaxınlaşdıraq, maqniti həm qarışığa yaxınlaşdıraq, həm də kimyəvi birləşməyə. Əgər qarışığa yaxınlaşdırsaq, qarışığın tərkibindəki dəmiri cəzb eləyəcək, amma kükürdü cəzb eləməyəcək. Nəticədə bunları bir-birinə ayırmış olacaq. Digər deyişlə, qarışığın tərkibində maddə öz xassəsini saxlayır. Misal üçün, dəmir maqnitə cəzb olunma xassəsini qarışığın içində də saxladı. Deməli, xassələr nə edir? Saxlayır. Digər tərəfdən, indi keçək kimyəvi birləşməyə də maqnit yaxınlaşdıraq. Görək bu zaman cəzb eləyəcək? Xeyr, heç bir cəzb etmə olmayacaq. Çünki dəmir kükürdlə birləşib artıq kimyəvi birləşmə əmələ gətirib, ona görə də xassəsini itirib. Misal üçün, maqnitə cəzb olma xassəsini itirib. Ona görə də maqnit cəzb eləyə bilmir. Deməli, kimyəvi birləşmə əmələ gələn zaman xassələrini itirir, xassələrini saxlamır. Bu da birləşmə ilə qarışıq arasındakı fərqlərdən digəridir. Bu qədər uşaqlar, növbəti dərslərdə görüşənədək. Sağ olun.